Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Qarğıdal mövsümündə qarğıdalların qışa saxlanması üçün gəlin bu üsuldan istifadə edək. Bunu da mən xanımlara bildirim ki, mən bu cür hazırlayıram qarğıdalları. Nə rəngi dəyişir, nə dadı dəyişir. Qışda salatlarda istifadə edirəm. Əgər siz də bir dəfə istifadə etsəniz, hazırlasanız, marketlərdən almağa ehtiyac qalmayacaq. Qarğıdalları tərtəmiz yuduqdan sonra hər iki tərəf baş hissəsindən bıçaq vasitəsilə kəsdim. Öncədən yuyulmuş, steril olmuş balonların içərisinə yerləşdirdim. Mən 3 kiloluk balonlardan istifadə etdim. Əgər balaca balonlarda hazırlamaq istəsəniz, onu da qarğıdalların ortasını bıçaq vasitəsilə kəsib balaca balonlarda da hazırlaya bilərsiniz. 3 kiloqramlıq balonlara 5 ədəd qarğıdalı yerləşdirdim. 3 kiloqramlıq balonun içərisinə bir dolu xörək qaşığı duz, bir xörək qaşığında yarısını duz yenə əlavə etdim. Bir xörək qaşığı da şəkər duz əlavə etdim. Mən limon duzundan istifadə etmədim. Əgər etsəniz, yarım çay qaşığı limon duzu ata bilərsiniz. Balonun içərisinə qaynanmış qaynar su doldurdum. Kənarda ocağın üzərinə bir qazan qoydum, suyu qaynamağa qoydum. Bu balonlarını su ilə doldurandan sonra 15 dəqiqədə qaynamağa qoydum. 15 dəqiqədə qaynadıqdan sonra qapağını möhkəm sıxıb ağzını bağladım. 6 saat saxladıqdan sonra qaranlıq sərin bir yerə qoydum. Videomu sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkürümü bildirirəm. Göz haqqınızı halal edin, Allaha əmanət olun, hazırlayan hər kəsə nuş olsun.